Səsə qoyun bunu. Hə, mən də qoyum. Allah. Əziz dostlar, əziz dostlar, sizi salamlayıram. Bugün Talih qardaşımızın səyi nəticəsində qəza şəraiti haqqında, yarana biləcək gərgin situasiyalar haqqında, necə qarşısını almaq olar, bunlar haqqında məlumat verəcəyik. Xoş gəlmisən sən bugün. Çox gözəl bir çəkilişə mən təşəbbüs elədin. Talih çoxdandır deyirdi ki, çəkək bu qəza şəraitlərini maarifləndirək. Bugünə qismətmiş. Bugünə qismət oldu. Talih qardaşım, bizim danışılası çox mövzularımız var. Çox uzatmadan mövzumuza başlamaq istəyirəm. Özümü də gülmək tutubdu, biraz həyəcanlıyam. Həyəcana ehtiyac yoxdur. Əvvəla çox sağ ol dəvətimə görə Anar. Deməli, bu günlərin biz 4 saatdan çoxdur, yalan olmasın, yer axtarırıq. Yəni, bir o qismət bu günə dedik, amma bu gün də bitər, belə zar-zor bu yeri tapa bildik. Ya icazə vermədilər bizə, müəyyən səbəblərlə bağlı, ya günəşin o isti şüaları bizə imkan vermədi ki. İkinci növbədə biz motosikla əyləşəndə fikirləşdiyimiz şey təhlükəsizliyimizdir. Təhlükəsizliyimizdən də sonra şəxsi gigiyena qaydalardır ki, riayət eləməliyik. Mən diqqət eləmişəm, çox insan yəni ona diqqət eləmir. Baxırsan ki, məsəl üçün kaskı 2 ildir taxır, amma bu kaskın içindəki maçalkaları qətiyyən yumuyub. Əlcəklərdir, pis gündədir, yumuyub. Məsələn, mən onu deyim ki, kaskın ən geci bir aydan bir olmaqla aktiv istifadə edənsinizsə motosikldan, məsəl üçün, hər gün sürürəm mən, hər gün sürürəmsə, ən geci bir aydan bir maçalkanı çıxardıb, ovalayıb yuyuram. Hələ o bir ay nəticəsində qapqara su axır. Hətta əlcəkdən də, balaklavadan da, kaskın maçalkalarından da. Nəzərə alaq ki, artıq Bakı da həddindən artıq çox tozlu şəhər olub. Yəni, əvvəlki kimi deyil. Yəni, bir dənə çimdin çıxdın, belə deyək. Yağın içində qayıdırsan. Yarım saat fırlandın, 1 saat fırlandın, yağın içində qayıdırsan. Sən də bu mövzuda öz tövsiyələrini... Bununla bağlı nə deyərdim? Mən bu mövzunu da təhlükəsizliyə bağlayacağım. Necə? Bəli, o deyir, təmizlik imandan gəlir bir misal var. Sizin necə təhlükəsizliyə bağlayıram? Bunun üzəri biz gedəndə böcəkdir, yağcaqanaddır və s. Yəni, onlar bu bizim vizorumuzun üstündə. Əsasən uzaq yol sürəndə mən sürmüşəm, sürən qardaşlar bilirlər. Ən çox kuryer qardaşlarımız uzun müddət yolda olurlar, onlar onu daha çox təsdiq edirlər. İndi az sürənlər ola bilər ki, onu hiss eləməsin. Bütün vizorun qabağı görsən ki, evə gəlin baxıram ki, bütün o böcəklərin izləridir. Və o da sürüş vaxtı sənin şeyi bağlayır. Sən bunu açıq sürə bilməzsən, daş qırıntıları, toz qırıntıları gözə girə bilər, Allah eləməsin. Bağlı sürəndə də ona görə bəli, Anar haqlısan, oranı mütləq şəkildə ən azı deyirəm, vizoru təmiz saxlamaq lazımdır. Digərdəki adam biraz xoş da deyirlər. Bütün sürəndə o başımın, tərvin iyi hopur o maçalkanın üstünə və sonra onu necə sürürsən də axı. Ona görə bəli sağ. Bir də adam var ki, baxsan kask ağ rəngdədir, alıb bir müddət sonra kask o qədər çikləyir, boz rəngi, həqiqətən rəngi dəyişib, kamilyon olub. Bəli. İndi ola bilər əziyyət çəkmək istəmirsinizsə də, o indi təzə qutular qoyublar da, bildiyim artıq neçə aydır, 6-7 aydır. 3 manata da var, 5 manata da var. Adını bilmirəm, reklam da çıxmasın. İçinə qoydunuz, düyməni bastınız, parla, xüsusi dərmanla içərisində təmizləyin. Ən azından bunu eləyin ki, o xəstəliyə də əmələ gətirir. Zarafat da elə 3 ayda orada sürürsən, tərin suyun içərisində bütün hamısı sənin nəfəsivə gedir də. Nə qədər düzgündür. Ona görə mən sənə qatılaram burada, bəli. Minimum heç olmasa ayda bir dəfə. Yəni Anar deyən kimi çıxardın, yuyun, amma sındırmamaq şərtinə. Çünki onun şeyləri var da, o lipikaları var, bəli, hə. Çıxarmaq lazımdır. Ya da heç olmasa bu vizorunuzu təmiz saxlayın ki, qəza eləməyəsiniz. Talih, əslində çox gözəl mövzuya toxundun. Yəni, bizim əslində mən beynimdə fikirləşəndə kaskla işimiz bitməmişdi, mövzumuz bitməmişdi. O mövzuya da toxunmaq istədim. Sən yaxşı toxundun o mövzuya. Bizim ilkin şərtlərimizdən biri də vizorun mütləq şəkildə bağlı olmalıdır. Yəni, bu açıq sürülməsin. Etiraf eləyirəm, mənim ürəyim partlayır. Yəni, 70 sürüm, 80 sürüm, 100 sürüm yenə də qışda belə açıq olur, amma o düzgün bir şey deyil. Nəyə görə? Ən əsası daş qırıntıları dediyin kimi çıxıb gələ bilər. Ən yaxşı ehtimalla neçə dəfə mənim bəxtim gətirib, arı, bir də cücü. 60-70 ilə gedəndə, o cücü də protif gəlirsə, həqiqətən də toqquşanda bəxtim gətirib gözümə yox, üzmə dəyib də, çox pis yandırıb. Yəni onu daş kimi dəyir də. Ay sağ ol.
O indi gözə dəyəndə təsəvvür elə də. Yüngül bir şey kimi baxmaq olmaz. Həqiqətən elə şeydə diqqətli olmaq lazımdır. Öz başıma gəlib, mən Aha. əslində o sənin bəxtin gətirib dəyib çıxıb milçəyə girmişdi. Hə. Və onun bir hissiyatı var. Hep, yəni düşünün, mən yol boyu həqiqi təhlükəli. Fikrin yoldadır. Qulağıma, bura bütün başımın içində fırlanır. Bilmirsən axı nədir? Arıdır, cüdüdür, hər şey ola bilər də. Yəni o səni narahat edir və bütün fikrin sənin yoldan. Bir anlıq da motoda bizim nədir? Biz ehtimalla sürürük. Düzdür, bütün nəqliyyat vasitələri, motosiklet ümumiyyətlə ehtimaldan başqa. Həmişə demişəm, göydən daş da düşə bilər. Düzdür. Yəni ona görə orada da fikri yayındırdın, sən Allah eləməsin və səlam. Sən ehtimalın var ki, yedə belə Ay sağ ol, hələ daha ki mənim indi yadıma düşdü. O şey də oldu, gəldi cücü düz gözümə girdi. Düzdür, yəni bir ağrı zad olmadı. Gözümü yummaq məcburiyyətində qaldım. Bir 3 saniyə zad gözüm yumulu qaldı. Təsəvvür edin, diskomfort hissi. Bir də onda gözümü açdım ki, yol döngəydi, mən düz gedirəm. Bəli. Yəni ona görə biz onu bağlasaq daha yaxşı olar. Bilirəm ki, 90% insanların ürəyi sıxılır. Amma hər bir halda vizor bağlı olmalıdır. Digər bir məsələ isə qardaşım, kaskımızın kəməri ilə bağlıdır. Təəssüflər olsun ki, bu yaxınlarda iki dost Təzə Aslanovda qəza elədi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yaxınlarına səbir versin. Amin inşallah. Yəni rəhmətə gedən şəxs kaskanı yarımçıq taxmış. Belə deyək, kəllə sümüyü dəyib bardiyora. Necə deyərlər, xəsarət alıb və onunla da keçinibdir. Ağır xəsarət. Ağır xəsarətdir. Bu kəməri mütləq şəkildə bağlayın. Bir də bir şey oxumuşdum ki, həqiqətən. Nədir məsələ? İnsanlar bir dəfə harasa kasksız gedəndə, 2 dəfə kəməri taxmadan gedəndə, 1-2 dəfə bu hal təkrarlanandan sonra beyində o rahatlıq əmələ gəlir ki, mənim başıma heç nə gəlməz. Vərdiş alınır. Vərdiş alınır. Ay sağ ol. Yəni bu kəməri mütləq şəkildə sıxın və bu boş olmasın. Yəni çox adamda fikir verirsən ki, bağlayıb buradan belə bu boyda sallanır. Amma məncə onun ən düzgün taxmaq forması özünüzü boğmadan, özünüzü sıxmadan. Bu belə rahat şəkildə oturmalıdır ki, Allah eləməmiş. Yüngül bir zərbə deyəndə nə qədər desəz də kask çox sıxdır. Zərbənin gücündən kask başdan çıxar bilər. Yəni bu yaxınlarda xanım da qəza eləmişdi, rəhmətə getmişdi. Allah rəhmət eləsin. Onun belə kask başından çıxmışdı. Bir dənə əlavə eləyim, bayaq yadımdan çıxdı, vizorla bağlı. İmkan varsa çalışın. Mənə dostum moto almamışdan qabaq dedim necə bir kask alım. Dedi başına nə qədər qiymət qoyursan. Yəni bu əslində ağır sözdür, belə deyim də. Çünki bizim qoruyan, bizim təhlükəsizlik kəmərimiz yoxdur, bir şey yoxdur. Bizim üstümüzdəki geyimimizdir bizim təhlükəsizliyimizi təmin edən. Mümkünsə məndə indi mən düşmürsə 2 dənə vizor var. Biri gün üçün. Bunu mən bağlayanda artıq bu hissəmi mən təhlükəsizliyini təmin edirəm və hava da alıram. Bəli. Yəni ona görə bilmirəm səndə var yoxsa yoxdur içərisində. Əla. Yəni bu demək olar ki 90% kaskalarda var. Varsa alın bundan. Yəni siz hadisə baş verəndən sonra niyə gedib hamı da alır sonra. Yıxılır sonra gedir paltar alır. İndi bayaqlarım sənin dediyin məsələ qəza ilə bağlı kaskanı almışdan qabaq ölçüsünü, yəni o ipdən qabaq başınıza uyğun ölçü alın. Məsəl üçün mənim özümdə aldığım vaxtı təcrübəsizliyimdən oldu əslində. 2 dəfə idi. Baş ölçümü XL-dən yoxladılar. Həqiqətən də kip idi. Amma sonra bir müddət keçəndən sonra hiss elədim ki, əslində onu mən onu edirəm, satıcı deməli idi. Çünki onlar da sıx bu işin professionalıdır da. Gördüyüm gibi yavaş oynayıram. Şükür Allah'ım sıxmaq yeri var. Mən də tənzimlənə bilirəm. Sertifikatlı kaskada şarkıdır. Amma eləsi var ki, tənzimləyə bilmirsən. Bəli, anar düz qeyd edir ki, burada bir barmaq yer qalmaq şərti ilə qoydunuz, bağlandı. Bir də mənim buradan məsləhətim, çox xahiş edirəm. Əsasən kuryer qardaşlarımız kaskı bu formada qoymayın, nə olar? Yəni bu formada sürməyə, ya bunu taxdın, taxmadın, bu sənə divayının əksinə təhlükə yaradır. Onu deyirəm də. 1 kilo yarımdır bu belənçini. Siqaret çəkirsiniz, qardaş çəkməyin bunu yolda. Saxlayın 2 dəqiqəlik telefon zəngi saxlayın. O telefon zənginiz Allah eləməsin, sonuncu zəng olmasın. O deyilənə görə indi mən də eşitdiyimin yalancısıyam. Həzə Aslanovda baş verən qəza elə o qardaş o formada taxıb deyə el olub. Bir də bir video çıxdı qabağıma. Polis əməkdaşı motosikl sürəni saxlayır. Çox haqlı bir şəkildə qeyd edir ki, və bu qanunda da yazılıb. İndi o qanunu da sənə göstərəcəm. O videoya da bir yerdə baxarıq. Qardaş kaskı tam taxıb, amma kəməri taxmayıb. Orada bir dənə qəşəng söz deyir polis əməkdaşı ki, qardaş sən bu kəməri taxmamısansa, kaskı deməli taxmamısan. Bəli. Kaskı taxmamaqla eyni bir şey. Bəli. Hətta əksinə ziyan vura bilir sənə. Çünki bu
Çıxanda kilo yarımdır. Boyun necə qırılır? Ağırlıq verir başa düşdün çıxanda. Amma qalanda sənin başı kipləyir bu. Düzdür. Kaskda bir mövzuda da əlavə eləmək istəyirəm ki, sənin sözündə həqiqət var Talih, amma ki hər insanın gücü çatmır ki, bahalı kask alsın. Həmən şəxslərə nə formada tövsiyə eləyə bilərik? Bu formada tövsiyə eləyə bilərik ki, zəif kask sizi ancaq cərimədən qoruya bilər. Yaxşı. Pulunuzu yığdınız, heç olmasa orta segment, heç olmasa üst segmentin ikinci əlini mütləq şəkildə pulunuzu toparlayın, alın. Bir dənə deyim ki, ən azından o kaskın keyfiyyətinə uyğun sürətlə sürmüş olmasın. Ay sağ ol. Yəni ən azından sən tamam da çörək qazanması, amma çörək qazanmağa görə canından olmağa dəyərmi? Mot almaq istəmirsən, bunu al. 2000-3000 ən azı qiyməti vardı onun. Onu alana qədər 304. Neçəydi bu? 370 manat idi. İşlənmişini 150 manata bu dəqiqə satırlar. Sertifikatlı. Ala bilərsən. Nəyə gülürəm? Düz deyirsən. Ona gülürəm ki, sözümə qüvvət. Bizdə tərsi nədir? Birinci motosikleti alırlar, ya sonra sürücülük vəsiqəsini alırlar, ya da motosikleti alırlar, sonra ekipmanı yığırlar. Yəni, bu arada qeyd edeyim ki, məsəl üçün sən dedin full ekiprovka məsələsi. Məsələn, etiraf edeyim ki, yaydır, bir 35 dərəcə isti var. 35 dərəcə də olmasa bir Olar. Bayaqlarım 32 idi. 32 idi də. Məsəl üçün mən bu formadaydım. Amma Talih qardaşımız istidən tərin içində, yəni gedirdi. Ekiprovkası var idi. Yəni zəhmət olmasa gətir göstər. Yay kurtkasıdır. Aha. Bunu da bayaq dedim, pul məsələsi yerin dibindən də olsun. Mən bu kurtkanı alanda, həmin o ayda cibimdə qəpiyim yox idi həqiqətən. Getdim indi necəsə aldım. Yəni başa düşdüm ki, mən bunsuz sürəndə yıxılsam, bunu onsuz da alacağam. Buna verəcəyim pulu gedib əkmə verəcəm. Hələ artığını verəcəm. Düzdür. Yəni o məntiqlə əlcəklərdir, bəli, mən burası başı açıq əlcək ala bilərəm. Şükür imkanım var. Amma bacardığım qədər, yəni lap da əlimi içində tərətməsin deyə bu boğaz hissəsi, bilək hissəsini qoruyan qoruculuğu, bu da bearingindir. Qiymətləri bəli, bahadır, amma sizə demirəm bunu alın. A-klass bu da, yəni heçdənsə, Anarbaya qeyd elədiyi kimi, nəsə olsun əliniz. Yəni, biri var yerlə, asfaltla təmas edir bu dəriviz. Bir də var ki, nəsə də var da, yəni 50 manatlıq da olsa, 30 manatlıq da olsa, o qoruyacaq sizi. Sözbə qüvvət, Alpine Stars'ın kopyasını almışam. Orijinalına imkanım çatmadı. Təbii ki, keyfiyyət fərqləri var. Mən 150 kubluk sürürəm deyə məni qane eləyir. Yəni neçə dəfə də yıxılmışam, qəzadan qoruyur. Hələ də istifadə eləyirəm. Məndə də səndəki kimi bütövəldir. Bəli. Neçə dəfə videolara bəlkə baxmısınız. Adamın sümüyünə qədər sıyrılır. Hə, çox pis şeydir. Onun sağalması da, yəni çox vaxt alır və ömürlük bir iz qalır ən yaxşı ehtimalla. Buzda yıxıldığım. Buzda yıxıldığım. Buzda, mən deyirəm nəsə görmüşdüm sən sürünmənin var idi. Buzda yıxıldığım qardaşım. Səhv saldım mən. Çünki gözümlə görmüşəm axı mən səni sürdüm deyə. Yerdə izin göstərmişdin mənə. Hə, bax 10 metrə yaxın sürünmüşəm. Ay sağ ol. Göstərdi ki, bax heç nə olmayıb, qaydasında da. Hə, yəni çox belə yaxşı qurtarmışam. Onda ekiprovkam var idi. Mən səhv saldım videoları, düz. Amma yəni çünki yadımdadır mən, yaddaşım yanılır. Sən sürünməyi görmüşdün. Hə, 10 metrə yaxın sürünmüşdüm. Təsəvvür edin, sürünürəm. Yəni o qədər rahatçılıq var ki, ekiprovka üstümdədir də. Fikirləşirəm ki, ayda, görəm motosiklet nə qədər xərci çıxacaq. Yəni o dərəcədə rahatlıq var idi. Yəni 1 qram narahat olmadım. O cəhətdən ekiprovkamız çalışın olsun. Bıyıdıya çırpılmışdım və buna 3 platformada 5 milyondan çox baxış gəlmişdi. Maşallah. Mən doğru olduğum halda, bu söhbətdə mən qayda ilə sürdüyüm halda bəzi necə deyim, məlumatı olmayan, həyatında motoya minməyən, motodan məlumatı olmayan. Fərqi yoxdur. İstəyir məsəl üçün motoya minməsin, yenə də haqsız yerə. Yox, mən bu videodan sonra bildim ki, qardaşım, sürənlərin 80%-nin yol hərəkəti haqqında qaydalardan anlayışı yoxdur. Vallahi billahi yoxdur. Bəli. İndi o mövzuya da toxunacağıq. Bir dənə videoya baxaq, qardaşım. Sinyal yanmıyor. Vermedi. Bak şimdi yaktı. Şimdi yaktı, gördün mü? Kamera var mı? Var. Tamam. Şimdi burada məsələ nədir? Sağ olsun Türk qardaş da onu gördü və kameramda var idi ki, bu qardaş siqnalı yandırmır. Siqnal dedikdə sağa dönmə işığı. Sağa dönmə işığını yandırmır. Burada məndə nə irad tuturdular? Talih. O yandırmır. Sənə nə olub? Yəni bu maşınlar üçün əhəmiyyətli olmaya bilər.
maşında gedən insanlar üçün əhəmiyyətli olmaya bilər, amma motosikl sürənlər üçün əhəmiyyətlidir. Evet. Yəni mühəndis buna əgər Haycan minnətdaram qardaşım. Gəl qoşul bizə. İşin avanda olsun, yorulmayasa. Ya sağ olsun taksi qardaş da deyir ki, ən gözəli odur. Əlimdə imkan olsa deyir, mən də maşını soxaram ora. Əsas mövzumuz da ki, dönmə işıqdır. Yəni mühəndis, bu qədər mühəndislər, üzr istəyirəm, axmaqdır ki, bu dönmə işığını icad eləyiblər. Bunu icad eləyiblərsə, deməli səbəbi var. Sən bunu yandırmalısan. Yəni mənə yandıran odur ki, bu dönmə işığını yandırmayanlar bir qırağa, yandırmayanlara haqq qazandıran sürücülər var. Gəl, yandırmayıb da, nə olacaq? Bu elə deyil. O əvvəlcədən, məsəl üçün, bu qəzada o dönmə işığını vaxtında yandırsaydı, mən vaxtında tormuzu ayağıma atacaqdım və bildiyiniz kimi bir çox motosikillarda kitayların aşağı segmentlərində olmur, orta və üst segmentlərdə motosikillər ABS sistemi ilə gəlir. Evet. ABS sistemində də, yəni adi maşınlardakı kimi deyil, biraz fərqlənir. Sürüşmənin qarşısını almaq üçün tormuzlanma məsafəsini artırır. O videoda da mən vaxtında tormuza basıram. Lakin və amma məndə nə problem olur? Sürücülükdə təzə idim, bunu bilmirdim. Mən qəzanın baş verəndən sonra kommentariyalarda gördüm ki, mənə yazıblar ki, hədəfə kilitlənmə baş verib səndə. Evet. Araşdırdıqdan sonra gördüm ki, həqiqətən də məndə hədəfə kilitlənmə baş verib. İndi hədəfə kilitlənmənin zəhmət olmasa talesən başa sal. Ondan sonra mən o qəza ilə bağlı öz açıqlamamı yenə davam elətdirəcəm. O hədəfə kilitlənmə elə bir şeydir ki, hər kəsin başına gələ bilər və heç kim ondan sığortalanmayıb. Yəni bunu illərlə, yəni 50 il sürücülük təcrübəsi olan adam belə, o ani biz insanıq. Motoda üstündə oturana qədər minlə problemimiz var. Bu beyin işləyir. Yəni həmin anda ola bilər insansan, sən görürsən ki, müəyyən ara məsafəsi saxlamısan, qabağındakı gedir, bir anlıq ola bilər ki, işıq alırsan, bir problem düşür yadıma. Fikrin getdi və həmin anda da səni o işıq niyə sarı rəngdədir, narıncı rəngdədir, diqqət cəlb eləsin deyədir. Niyə yandırıb söndürürlər onu? Yəni sən demiş bayağı onu icad eləyənlər, istəsələr, niyə onu yandırıb söndürür ki? Diqqət cəlb eləsin və arxadakı başa düşsün ki, mən nə etmək istəyirəm? Xəbərdar edici nişandır. Stop işıqları. Özdə ən pis şey nədir? Bu oxumuşam mən bu vaxtda. Deyir, qabaqda gedən nəqliyyat vasitəsinin heç vaxt deyir, stop işığına baxmayın. Baxdın sonra da gələcəksən, orada dəyəcəksən sən. O da səndə eyni hadisə olub. Yəni hədəfə kilitlənmə nədir? İstər çuxur olsun, istər nə bilim maşın olsun, istər qabağında hər hansı bir maneə olsun. Əgər sən ona fokuslanırsansa, çalışın ümumiyyətlə avtomobilin arxasından getməyin. Bu qızıl qaydalardan biridir. Yəni orta, çünki avtomobil maneəni iki təkərin ortasına salır və sən avtomatik onda dəyəcəksən. Təkərin arxası ilə də getməyin. Elə gedin ki, o demirəm də yola çıxın. Həmin anda qaçırda biləsiniz. Səndə olan problem tam təbii deyirəm. Öz şəxsi təcrübəmdən, şəxsi fikrim deyirəm. İndi bunu qınayanlar yəqin ki olacaq, normaldır. Bayaq dediyin o kateqoriya insanlardan. Amma onu qınanlası bir şey, sən ABS-dən istifadə eləmirsən, tormuz basmısan, arada olan məsafə səhv eləmirsə soyuq aylar idi, səhv xatırlamıramsa. Asfaltla ola bilsin, bəlkə təkərin də isti olmayıb, qızması yaxşı olmayıb, normal bir şeydir. Özdə bunların üstə gələn təkərlər təəssüf ki, bilsən də zəif olur. Bəli, yəni hamısını bir yerə yığanda söz müncanı günah ondadır. İndi ikinci məsələ, çox adam deyir, niyə sola qaçırmadın? Necə qaçırsın ki, soldan gəlib keçir sonra maşın, səhv xatırlamıram, o video çoxdan videosudur, xatırlamıram. O keçirsə, yəni adamda beyində o şey var ki, riskdir. Versəm, o gəlib vursa nə olacaqdı? Orada insan nə fikirləşir? Lut ki, buna vurum. Bildin necə? Nəyə ki, arxadan gəlib... Kimsə gəlib mənim üstümdən keçsin. Yəni, o ani 2 saniyəlik qərardır. Düzdür. Moto sürənlər orada həmin anda ən bir risk az olan, ən minimal olan nədirsə, onu seçim edirik biz. Elədir. Yəni, mənim şəxsi fikrimdir, dostluğumuz bir tərəfdə ən düzgün qərarı vermişsən ki, orada elə həqiqətən də hədəfə kitləmədə bir də deyirəm, sənin, mənim, yəni o seçəcəyimiz bir şey deyillər. Baxdın, fikrin yayındı, getdin dəydin, amma günah səndə deyil. Zaten cavabında da bildiyim qədərlə o dövlət yol polis əməkdaşları səni haqlı. Təbii ki, orada mən haqlı çıxartdı. Birinci növbədə ona görə ki, ən sol zolaqdan sağa dönür, orada təmiz qayda pozuntusudur. Bəli, dönə bilər. Hansı halda orada qırıq-qırıq xəttlər var. Sağını buraxmaq şərti ilə dönə bilərdi. İkinci növbədə belə deyək, dönmə işığını yandırmamışdı, o çaşdırdı və ən əsas vacib məsələ orada bilirsən nədir?
dönür bu adam saxlayır. Saxlayır və s. Sürüb getsə arxasından, məsələn, o sürüb hərəkətini Onu eləyə davam bilərdin. etdirsə, bəli, Manevr mən onun eləyəcəkdin. solundan keçə bilərdim. Amma onu saxlamaq məni çaşdırır. Dünyada ən sürətli şey fikirdir. Yəni 1 saniyənin içində artıq insanın 1000 dənə ağlına fikir gələ bilir. Mən orada dedim ki, sola çəksən, arxadakını bilmirəm, telefonla oynayır, yoxsa o reaksiyanın sahibidirmi ki, sağa çəksin, sola çəksin. Və o qarşımdakı da saxlayır. O neynədiyini bilmir və məni də çaşdırır. Sürüb getsə, məsələn, soldan keçərdim. Və yaxud da sürüb yoluna davam eləsəydi, mən sağa qatlaya bilərdim. Onun qərarsızlığı artıq məni də çaşdırır. Mən bir anda tormuz basa-basa fikirləşirdim ki, görəsən bu neynəmək istəyir? Sürəcəkmi, sürməyəcəkmi və hədəfə kilitlənmə baş verir və mən maşını ortalayıram. Bir dənə əlavə eləyim. Çalışın sürəndə, indi daha təcrübəlilər bunu təsdiq eləyərlər. Əsasən də bu döngələrdə o bardura baxmayın, qabağınızdakı maşına baxmayın. Yəni bu bilmirəm necə baş verir də bu proses. Amma həqiqətən də təcrübələrlə endirəm də o təsdiqlənib ki, dönürsən, yolun çıxışına bax həmişə. Yəni sən hara getməlisənsə, ora bax. Anlarda eyni vəziyyət. Baxmayın. Bardura baxsan, bardura dəyəcəksən. Maşın stopuna baxsan, stopuna dəyəcəksən. Bu sübut olmuş bir şeydir və bunun məncə müzakirəsinə ehtiyac yoxdur. Yox. Bəli, çox gözəl bir mövzuya toxundun ki, hara baxsan ora gedəcəksən. Mən bir-iki dəfə bunu yaşamışam, az qalsın bardiyora girim. Buna dair də videomuz var, onu da sizə də göstərəcəm. Eyni zamanda Talih qardaşıma da göstərim. Sənin özünün də bir videon var, xatırlayarsan. Bu 28 maya gedən ikinci yol var. O videonu indi təqdim edəcəm sənə. Xatırlayıram. Amma sənə deyim ki, burada küləyin də nəticəsi var. Mən rahat dönürdüm. Birinci palasadan külək atdı 3-cü palasaya. Külək vurdu, dayandı. Orada mən baxışlarımı çəkə bilmədim. Mənim qorxduğum bardiyor oldu. Dedim bu dəqiqə gedib dəyəcəm bardiyora. Fokuslandım bardiyora. Son anda yığışdırdım. Yəni millimetr məsələsi var. Millimetr həqiqətən də millimetr. O deyil, istədim bir dənə yüngül qılat. O məsələ oldu. Bir-iki dəfə belə problemlər başıma gələndən sonra beynimdə öcə saxladım bu məsələni ki, hara baxsan ora gedəcəksən. Ondan sonra bir neçə dəfə də başıma elə bir problem gəldi. Sıraz baxışım qaçdım və hiss elədim ki, bəli, maneədən yayınmaq olur. Daha rahat şəkildə maneədən yayına bilirsən. Nə problem oldu? Problemə fokuslanmayın. Fokuslanın sizə lazım olan istiqamətə, hansı ki sizi problemdən çıxardacaq istiqamətə. Orada görəcəksiniz ki, vəziyyətdən çıxdı və beyninizi də idarə eləməlisiniz. Yəni məşq eləyin bunu. Məşq eləməlisiniz. Mən məşq eləmişəm o barədə. Bir-iki dəfə də elə qəsdən də elə şeylər eləmişəm düzünə qalsa ki, aşağı sürətlə ki, görüm necədir, alınırmı? O məşqləri elətdirəndən sonra gördüm ki, artıq problem yarananda o problemdən qaça bilirəm. Bunun üçün tövsiyəm nədir? Düzdür, yenirəm, gəlir maddiyyata bağlanır. Çalışın təlimə gedin. Yəni mütləq deyirəm müəllim yanına. Professional, sürə bilən biri öyrətsin sizə. Ən azı bu elementar şeylər. Növbəti videomuza keçək. Növbəti video. Növbəti videomuz avtobuslarla bağlıdır. Yaralı yerimizdən. Yaralı yerimizdir, bəli. Və buna aid əlimdə kadr var. 2 kadr var ki, necə yayınmalıyıq. O kadrlarda görüntü kimi verəcəyik. Burada problem ondan ibarətdir ki, qardaş dünənləri motosiklı alıb məhəllədə yarım saat, 1 saat çıxıb sürməyə Təlim alıb, hə? Təlim almıyor. Yox. Təlim alıb, yarım saatlıq təlim alıb. Yəni bu sürənidir qaqam. Çıxıb yola. Mən də bunu idarə eləyirəm. Təəssüflər olsun ki, burada məni eşitmir. Videoya baxaq. Gördüyün kimi bu videoda mən qabaqcadan təhlükəni hiss eləyirəm, onu xəbərdarlıq eləyirəm. Ehtiyatlı ol, sürət azal. Hyundai'nin arkasına ver, buradayıq, narahat olma. Salam aleyküm. Salam aleyküm. Nəsə varsa problem yox, nömrəmi götür. Məncə orada güzgün şeydir, kalçukun qarasıdır, orada elə bir şey yox.
Hemen yavaş yavaş. Abi tələsmir, risk avamı da tutuyor ona göre. Çox sağ ol, var olasan. Bak tələsməsəz belə olmaz. Düzdür. Üzürlü say. Qardaşım, naşnikdəsən sən? Yox, Sən məni eşitmədin? yox. Heç nə yoxdur, sənin güzgüvün qarası çıxdı ona. Bir şükür Allah, qəza baş vermədi. Burada Avtobusa dəyir orada. Sağ güzgüsü tərəfdən, yüngül yürü var. sürtür. O da təbii olaraq indi dövlətin maşını olduğuna görə haqlı olaraq saxladı. İndi videoda da göstərərik. Axıra kimi getdi, heç bir problem yoxdur. Məsələ onda deyil. Məsələ bizim avtobusun ətrafında necə hərəkət eləməyimizdir. Onu qeyd edeyim ki, mənim fikrim bu pişikdə qaldı. Nə qəşəng pişikdir. Hə, nədir? Verəcək bir şey yoxdur amma çağırırsın. Ən azından bir sığal çəkək. Dediyim kimi təhlükəni hiss eləyirəm. Sürəti azalt deyirəm. Əslində o girməməli idi. Hər iki avtobusun ortasından girməməli idi. Sadəcə olaraq mən onu xəbərdar eləyə bilmədim. O artıq gecikmişdi, girmişdi. Və qabaqdan da gördüyünüz kimi Prius gəlir, dönür. Təbii olaraq, haqlı olaraq orada avtobusları gözləyir. O heç vaxt ummazdı ki, o iki avtobusun arasından motosikl çıxar. Bəli. Vursa belə, məncə günahkar bizim motosikl sürəndə Hər bir olacaqdı. Hər bir halda. Ona görə də heç vaxt iki avtobusun yaxınlığından, arasından elə sürətli şəkildə keçməyin. Buna oxşar bir situasiya da var. Onu da göstərəcəm. Buyur, sən də öz sözünü dinən. Burada bir dənə ümumi qızıl qayda deyəcəm. Orada iki səhv var. Birinci səhv nədir? Əgər sağda ümumiyyətlə avtobus gördünüz, avtobus sürəti bilirsiniz, normalda digər nəqliyyat vasitələri əslində şəhər arasında tıxacda falan asta olur. Yolun ən sağ kənarında özlərinə təyin olunmuş zolam hərəkət edirlər. Avtobusda dayanıbsa, bilin ki, onun arxasından və qabağından piyada keçəcək. Onu nə qədər maarifləndirməyə çalışsaq da, bu piyadalarla bağlı o ayrıca yaralı yerimizdə onu başqa bir inşallah videoda vaxtda danışarıq. Yəni avtobus gördünüzsə, piyada orada olma ehtimalı 50-50-dir, minimum sizə deyirəm. Bu birinci səhv. Yəni maşını qoy kənara, piyada çıxıb vuracaqdın. Uşaqlı ola bilərdi, 50 olar. Sən ona izah eləyə bilməyəcəksən sonra ki, mən haqlıyam, sən haqsızsan, sən piyada keçməlisən. Vurdun, o his var adamda ki, mən niyə bunu vurdum? Artıq orada qayda qanun şey eləmir. Yəni qəzada sənin söz və qüvvət, kim haqlıdır, kim haqsızdır Sonra söhbəti gec olur da. Yəni diqqətli olmaq lazımdır. Bu birinci məsələ. Bəli. İkinci məsələ bəli düz vurğuladım. İki nəqliyyat vasitəsinin arasında ikisi də avtobusdur, böyüdür. Yaxşı, soldakı qapını açsaydı oradan bir piyada düşsəydi nə olacaqdı? Solda vardı bir avtobus. Mən demirəm ha, haqlıdır, bəli orada saxlamalı deyil. Bayaq dedim, ehtimallar dedim. Bu ehtimallardan biridir. Yəni bu ola bilərdi. Olacaq demirəm. Orada şükür Allah olmadı. Amma ola bilərdi də. O qədər dayanacaqdan kənarda saxlayanlar var ki. Var, elə bir videoda çıxmışdı qabağımda. Yolun ortasında avtobus saxlayır. Bəli. Maşın da sağ zolaqdadır. Maşın da sağ zolaqdadır. Piyada düşür, az qalsın bəli. vursun. Yəni o viral olmuşdu görüntülərdə. Çox pis videoda o da bu uşağı vurdu. Maskret, səhvimizin kuryer idi. Balaca uşağı məhəllədən keçəndə. O da bu yaxınlarda oldu. Uşaq dünyasını dəyişdi. Masazırda baş vermişdi. Bilmirəm harda olmuşdu. Yəni ani olur. Görsən sonra getdi də şeylə. Yəni o demək istəyirəm ki, ehtimalla. Yəni iki səhv nədir? Avtobus var, qarşıdan piyada keçə bilər. İki avtobus var, ikisinin arasına keçirsən, sən iki qat diqqətli olmalısan, o sürətlə gedirsən. Elə bir situasiyalar yaranar ki, motosikleti lazımsız bir yerdə söndürərsiniz təzə başlayanda və yaxud da ani tormuz və Allah uzaq eləsin. Sən də təcrübəsiz olsaydın, başqa bir ehtimalda arxadan gəlib sən vuracaqdın. Təbii ki. Yəni ehtimal deyirəm, amma bunlar hamısı çünki biz bunları düşünərək yola çıxmalıyıq. Ehtimalla. Düzdür. Hər şeyi fikirləşməlisiniz. Hamının əvəzinə fikirləşməlisiniz. Yəni qabaqda, sağda gedən maşının əvəzinə fikirləşməlisiniz. Nə bilim, düz qabağınızda gedən maşının əvəzinə də fikirləşməlisiniz. Arxadan gələn, arxadan sağ çarpazdan, sol çarpazdan. Həm də eyni zamanda da özünüzü idarə eləməlisiniz. Bu da zaman alır, təcrübə lazımdır ki, siz buna öyrəşəsiniz. Yəni çox adam fəxr eləyir ki, mən oturdum məhəllədə 5 dəqiqə sürdüm, artıq sabahsı gün yola çıxmışam. Bu düzgün yanaşma deyil. Düzgün fikir deyil. Eyni zamanda da birdən-birə 600 kubdan, nə bilim 500 kubdan, 300 kubdan başlamaq istəyənlər var. Bu da düzgün fikir deyil. Ona görə ki, məsələn, siz bir 125-lik motosiklla yola çıxırsınız.
çox situasiyalarla qarşılaşırsınız. Birinci növbələrdə ola bilər ki, bəxtiniz gətirib qaçırtmaq başqa məsələ. Qaçırda bilmirsiniz, vurursunuz, eləyirsiniz. O ilə təcrübəni topladıqdan sonra qaldıra bilərsiniz kubu. 125-likdə sizdə təcrübə var. Allah eləməmiş. Nəsə bir qəza şəraiti yarananda 300-lüklə, 500-lüklə siz rahat yayına bilirsiniz. Yəni biri var 125-liklə nəsə bir qəza eləyəsiniz, 50-ilə, 60-la. Bir də var 500-dən siz yığıb-yığışdıra bilmirsiniz. O kim ki deyir ki, nə bilim o boş söhbətdə aşağı kubla başlamaq, istəyən yuxarı kubla da başlamaq olar. Bəli, çox adamlar başlayıb, qəzası da yoxdur, nə bilim problemsiz də sürənlər olub. Amma qızıl qayda budur ki, aşağıdan yuxarıya doğru təcrübə toplayar. Yəni həyatda hadisə bir dəfə oldu. Oldu, bir. Niyə təlim kurslarında aşağıdan yuxarı onu denəndə? Hə. Təlim kursları niyə aşağıdan yuxarı başlayır? Başlasın da minlikdən aşağı düşsünlər. Hə, minlikdən 50-yə düşsünlər də 50, 125, sonra 150 niyə qalsın? Mən özdə bir video görmüşdüm, kursun adı yadımda deyil. Qardaşı qoymadılar yuxarı kuba minsin. Deməli imtahanı verə bilmədi, 500-lükdə qaldı. Minliyə qoymadılar onu keçsin. Çox qəşəng. Yəni sən deməli bunu bir sürə bilmirsən ki, onu idarə süni maneə atırdılar qabağına videoda da, xatırlamıram hansı videodur. O keçənmədi, vurdu maneəyə. Dedi saxla, get onu məşq elə, düzəlt ondan sonra. Çox gözəl yəni. Amma ən azından bax dediyi anlarız, özü də məşq eləyir. Asta formada bilmədiyi ki, adam məşq eləyir. Bəli. Siz də eləyin də. Bir təhlükəsiz yer götürün, valla çoxdur. Axtaran bir tapar. O qədər boş ərazilər var ki. Mən necə öyrənmişdim? İnan Allaha deyirəm, səhər tezdən çıxırdım. O gecə vaxtı idi, belə deyim də, hələ günəş təzə çıxmışdı. Yol bomboş olurdu. Ehtiyatlıydım qardaş. Qorxurdum. Yəni öyrənirdim, məhəllədə sürə o parkinq ərazilərində, nə bilim, Bravo nəhayətində boş yerlərdə maşınlar ki yoxdur. Deyir o trafikə bağlı alan deyirlər də türklər ona. Orada başladım. Özümə arxayın olandan sonra ki, mən çıxa bilərəm bu yola. Dedim ki, mən əvvəl tıxaca girmirdim. Maşın olan yerə girmirdim. Gözləyirdim. Bəzən o 2 saat, 3 saat gözləyirdim. Yol boşalır, sonra sürürdüm. Çünki bilirəm ki, evə sağ-salamat çatmaq lazımdır. Bizim qaydamız odur. Salamat evə çatır. Yəni yolun ən boş vaxtında da, məsələn, məhəllə arası öyrəndiniz, qurtardınız, hə, okeydir, özünüzə güvənirsiniz, özünüzə uverensiniz, belə deyək. Yolun boş saatlarında, məsələn 11-dən sonra, axşam 10-dan sonra çıxdınız, bilirsiniz ki, maşın çox azdır. Bəli, orada da manevrlarınızı elədiniz qayda çərçivəsində. Döndünüz, nə bilim, sağa keçdiniz, sola keçdiniz, okey oldu. Yavaş-yavaş, bəli, günün pik saatlarında da çıxa bilərsiniz və gəldik təlim məsələsinə. Burada yəni indi yenə bir haşiyədən qırağa çıxırıq. Bir dənə xanım görmüşdüm mən. Xanıma heç nəyi başa salmamış, vermişdilər 50 kubluğu. Otusturmuşlar ki, sür. Bu qazdır, bu tormuzdur, bu nə bilim nədir. O videonu gördüm. Xanım da nəsə blogeri işi ilə məşğul idi. Heç nə. Xanım qazı verdi, getdi, girdi pilləkənliklərə. Qaz edilmişdi. Hə, sağ ayağında əməlli başlı zədə olmuşdu. Yəni görmüşəm. Hə, mən də görmüşdüm. Yəni seçəcəyiniz təlim kurslarında düzgün seçin ki, yəni bu qazdır, bu tormuzdur deyib sürün. Mən indi özündə də deyən olanda ki, motosikl sürməyi öyrət. Deyirəm, mənlik deyil də qardaş. Sürmək ayrı, öyrətmək ayrı. Hə, mən sənə deyə bilərəm ki, bu qazdır, bu tormuzdur. Məsələn, hansısa situasiyanı yaşamışamsa məsləhət verə bilərəm, amma gəl sənə öyrədim eləyim, o mənlik deyil. Məsuliyyətin altına girmək ağırdır. Bəli, bəli. Burada bir məqam var. İlk öncə məni aldadır bu məqam. Hansı ki, elə bilirəm ki, qabaqda hansısa maşın var deyə avtobuslar saxlayıb. Amma heç də elə deyilmiş. Artıq mən burada ayıq düşmüşəm, diqqətliyəm. Bir dənə situasiya bax. Azaltmışam sürəti. Xanım qorxdu. Gördün, qaçırdı. Qaçmamışdan da qabaq, yəni birinci növbədə görə bilərik ki, piyada keçididir. Lakin piyada keçidi olmasa belə, insanlar var ki, görür boşluqdur, qaçır. Yəni avtobusun həndəvərinə yaxınlaşdınız qardaş. Və yaxud da böyük nəqliyyat varsa, yolu görmürsünüz. Yolu görmürsünüz. Piyada da fokuslanmayıb. Şuuraltı deyir ki, qaçım bir dənə özümü çatdırım ora. Yəni bu maşın yolu kəsib də və ağır nəticələr olur. Ona görə də diqqətli olmaq lazımdır. Sən bu situasiyalarda orada heç nə, sən orada 2 dənə şey var, ikisinə də əməl edirsən. Piyadanın da günahı yoxdur. Orada bir dənə sənin diqqətli olmağın qəzanın qarşısını alıb. Səndəki eyni hal məndə də baş verib. İstəyirəm ona da baxaq. Yəni diqqətli olmaq lazımdır. Yaşıl işıqdır bizə. Piyada qarşıdakı sürücünü, nə bilim,
tələsdirirmi, nəsə baş verir. Yəni yaşıl işıqda sürücü yol verməyə məcbur olur. Və bizim də gözümüz bir gözümün işıqda olur ki, yaşıldır, beyindir sür. Hə, beyin deyir sür. Sən Hayır. yaşılı görsən, istər-istəməz şuur altı Sürəcəm mən. Sürəcəm mən. Və nə baş verə bilər? Gəlin baxaq. Sən dediyin eyni situasiya. Uzaqdan görsən ki, yaşıldır. Bax, yəni bir yaşıldır. Bax. Uşaqla, özü də uşaqla. Uşaqla, bəli. İndi sual, o maşın niyə yol verir? Bax, məndəki, niyə o yol verir? Yəni, o başa düşmür ki, sən gördün, özü də böyük nəqliyyat vasitəsisən. O piyada, o maşın yol verməsə keçməyəcəkdi onlar. Bax, ola bilər ki, sürücünün niyyəti yaxşı olsun, görsün ki, əli uşaqlıdır, yol versin. Amma bu heç bir halda düzgün Haqq deyil. qazandırmır. Çünki sağdan gələn maşın və buna dair çox qəzalar qəza var ki, çox qəza biri var, yol bəli, verir, bəli, bəli. piyada da tələsir ki, bu yol verib, qoy Düşünmür axı ondan sonra. Düşünmür ondan sonra gələn ola bilər. Tez keçim yol verib də dayanmasın. Qaçır, tələsir, təhlükə görür, bir də görür ki, o biri palasadan çıxamaz. Yol verən var, çıxır gedir. Yol verən çıxır gedir. Piyada öldü, günahkar oldu. Günahkar oldu. Amma haqqı olan əslində nədir qardaş? Oradan keçmək olmaz. Keçmək olmaz. Neçə metrdə oradan? 5 metr, 10 metr məsafə olardı şeyə piyada işıqfara səhv eləmirəmsə. Hə. Yəni çox da məsafə yoxdur da. Ay sağ ol. Yəni bildiyin, yəni Magistral olar yenə özü riski tormuz verir və çox gec avariya. Yaşılda bax, yenə yaşılda. Bax. Hə. Bu yenə ehtimal. Bu yenə bir ehtimaldır. Sənin təcrübəli olmağın. Hə. Vəssalam. Yəni bu maşın o bir Zafer Akçay bəlkə də tanıyırsan. O deyir, durdusa deməli nəyisə görə durur. Fərqi yoxdur, deyir, baxma. Gör nədir. Boşuna dura bilər. Sən hər ehtimala saxladın. Ay sağ ol. Ola bilər ki, sürücünün niyyəti yaxşı olub, amma mikrorayonda azik obrazı var. Orada bir dənə gözəl bir söz deyir ki, Hadi. Niyyətiniz yaxşıdır. Əməli səhvdir. çox gözəl bir sözdür. Həm də yəni gənclərə əslində o kinodan örnək çıxartmaq lazımdır, o serialdan. Ola bilər ki, burada sürücünün niyyəti olsun ki, görüb ki, əli uşaqlıdır, amma əməli səhvdir ki, ən yaxşı ehtimalla biri gəlib arxadan vuracaq, ən pis ehtimalla da ki, sağ zolaqdan və yaxud da sol zolaqdan gələn digər nəqliyyat vasitəsi piyadaları vuracaq. Hazırsan? Belə şeylərdə diqqətli olmaq lazımdır. Belə şeylərdə diqqətli olmaq lazımdır. Soldakı maşınlar yol verir, riski saxlayır, avariya ilə vurur. Mən də sağ palasa ilə gördüyün kimi gedirəm. Burada məsəl üçün mənim qarşıma çıxan sürücü bəli, professional idi. Qabağına verəndən sonra ikinci palasanı gözlədi. Amma çox sürücülər burada naşlıq eləyir, ikinci palasanı gözləmir, pramoy dönür və ikinci palasadan gələndə nə edir? Onun sağından vurur gedir. Olur qəza. Mən şəxsən kimsə soruşanda ki, alım yoxsa almayın deyirəm alım. Mən bir dənə alma eləyirəm də orada. Deyirəm, kifayət qədər sürücülük təcrübən olsun. Qismətim harda yazılıb, orada da öləcəm deyib motosikl almaq da düzgün bir şeydir. Yəni motosikletdə də alıb istədiyin kimi sürüb qismətim harda gələcək. Səliqəli sürün, qayda qanunla sürün. Bir də adam var məsələn 34 ili sürür, bir dənə nə cəriməsinə qəzası var. Deməli istəsəz, bayaq dediyim kimi büdcəvizə uyğun geyim almısan, ona uyğun sürətlə sür. O gün bir şey oxudum. Deyir, həyatda baş verən qəzalar həmişə özünə arxayan sürücülərdən, təcrübəli sürücülərdən əmələ gələn qəzalardır. Çox qəşəng söz. Yəni insan arxayanləşir, deyir ki, mən bu işin professionalıyam, bu işin nə bilim, bunu sürəniyəm, asiyam. Baxırsan ki, tıp getdi qəza elədi. Nədən əmələ gəlir? Özgüvənlə. Həbsə deyir, özünü təcrübəli sayır, özünü nə bilim, rahat sayır və istədiyi kimi idarə edir. Baxırsan ki, qəzalar baş verdi. Yəni bu elmi cəhətdən sübut olunmuş bir şeydir ki, naşı insanlar daha az qəza eləyir. Yəni hər şeyə diqqətlə davranır. Nəinki özgüvənli insanlar. Yəni çox özgüvən də bir şey deyil bu həyatda. Nəinki sürücülükdə, yollarda, hətta yəni şəxsi həyatlarda, şəxsi münasibətdə belə artıq özgüvən zəhərli bir şeydir. Talih, çox belə toxunmaq istədiyim mövzudur. Aha, videoya baxaq.
qırmızı yandı. Ay. Keçdi. Hoppa. Xeyirli olsun. Xeyirli olsun. Hay Camra. Narahat olma. Elə hiss elədim avarenlə vurdum. Bilmədim gördün ya yox. Heç nə olmaz olan işdə. Əsas odur salamatlıq. Burada bir çox nüans var. Qardaşım, ümumiyyətlə qulaqda çoxumuz interkom qoyuruq. Mən şəxsən qoymuram. Məndə də yoxdur. Motosikl sürənlərin 90% interkom qoyur. Yəni hər hansısa baş verə biləcək qəzanın siqnal sizi ayılda bilər. Bəli. Hər hansısa bir qəzada baş verəcək siqnal sizi ayılda bilər. Ona görə birinci növbədə qulaqda interkomda musiqiyə qulaq asmaq, yəni məsləhət deyil. Seçim sizin qulaq asa Misal o bilərsiniz. bayaqdır qaqaş qabaqda avtobus arasına girəndə siqnal Aha. eşitsəydi, Ay sağ ol. Birinci növbədə qulaqcıqdan imtina eləyin. Yəni siz interkomu o hallarda istifadə eləyin ki, sizə zəng gəldi, gedə-gedə danışdınız və danışığı sonlandırdınız, yolunuza davam edirsiniz. uzaq yolda. Rayona gedərsənsə, ən belə pis ehtimal, çünki bilsən də sağında sonunda danışmaq üçün bir-birindən əlaqə saxlamaq. O heç, ay sağ ol. Onda eləmək olar. Yenə uzaq yolda belə mahnıya qulaq Mahnı yox, asmayın. danışmaq. Çünki məsəl üçün deyək ki, siz uzaq yola çıxmısınız, qulağınızda mahnı, arxanızda da dostunuz gəlir, yenə getdi arxanızdakı qaza elədi, sənin qulağında Xəbərin muzika olmayacaq. dıp-tıs gəlirsən, arxada da getdin badım Onda canlıqdan. şəhadətin veriblər. Burada ikinci növbədə məsələ nədir? Çox motosikl sürənlər güzgüləri qatlayır. Çox motosikl sürənlər güzgüləri qatlayır, amma mənim burada həyatımı nə qutardı? Güzgü qutardı. Anar. Hə, güzgülər. Yox. Qardaşım, insanlarda səhv fikir yaratma. Çəkiliş üçün elədim. Dəyirdi onu, ona görə elədi. Bir-birinə toxundururdu. Yəni görüntü olaraq biz bu Birinci bu o tərəfdə idi, o dəyirdi. Ona görə qatdalan. Sonra yerini dəyişəndə yəni bəlkə Biz elə sən deməsəydin onlar bilməyəcəkdi yox, baxanlar. ona görə deyil də. Bizi qabaqda. Yəni məsəl üçün video olaraq qatladınız qaldı belə. Amma sürəndə açın və yəni görün ki, arxanı aydın görürsüz. Deməli, əsas bu göstərmişkən deyək ki, düzdür, özüm də bunun satışını həyata keçirdirəm. Çalışın geniş bucaqlı güzgülərdən istifadə edin ki, sizin kör nöqtəniz olmasın. Mən satdığım insanlara da bildirirəm ki, əgər sən ninja güzgü alırsansa, təcrübən varsa bunu al məndən. Yoxdursa mən satmıram səni. Sırf mən malımı satım deyə. Bəli. Mənə lazım deyil. Ölmə atan mənəm. Ay sağ, ölmə ata bilmərəm. Çünki bu güzgülərin kör bucağı çoxdur. Ona görə yaxşı olardı ki, zavod güzgülərdən istifadə eləyəsiniz. Düzdür, bəzi motosikillarda Heç o da məsləhətdir. Yaxşı olardı ki, onu da dəyişin. Onu dəyişin, lap geniş. Yəni zavod belə o effekti vermir, görmürsünüz. Dirsəyinizi görürsünüz. Dirsəyinizi görürsünüz. Çalışın, yəni arxada hər bir yeri görə biləcəyiniz bir güzgülər seçin ki, vallahi billahi kör nöqtəsi olur, qattaladı üstünə maşındır, o da gəldi burada apardı, hər şey ola bilər. Video ilə bağlı mən çox diqqətli olduğuma görə güzgüdən onu gördüm. Bəli. Artıq yaşıl yanıb sönməyə başlayanda mən avarennini vurdum və sağ palasaya deməyək də, sağ palasa ilə sol palasanın ortasına keçdim ki, yəni birdən ola bilər ki, sağ palasadan da maşın gəlsin, mənə aparsın. Və avarenni vurub onu işarə eləyirəm ki, arxadakına. Mən saxlayacam, diqqətli ol. Qardaş orada mənə nə dedi? Dedi ki, üzürlü say, mən fikirliydim. Heç o mənim yandırdığım qəza işıqlarını görməyib. Yəni ona görə getdiniz, deyək ki, işıqfora yaxınlaşdınız, heç vaxt, yəni orta palasada, arxadakı görəcək saxlayacaq. Arxadakı görəcək saxlayacaq. Orta palasada saxlamayın. İndi mən sizə yol xətlənməsində animasiya kimi göstərəcəm. Çalışın, getdiniz, saxladınız, zolaqların üstündə saxlayın. Təhlükəsizliyinizi təmin eləmək. Yəni zolağın üstündə tormozlanma eləməyin. O kraska var, boya var, o sürüşdürür. Yəni elə qaz da verəndə sürüşdürür. Bəli, çalışın. Ona qədər artıq sürətinizi tənzimləyin. O zolağın bir yarım metrdir, bir o 20-30 sm təkərinizin qırağına qoyun ki, orada çünki tormozlanma eləyərsən, amma motosikletin arxası qaçar və bir şey qaza eləyərsən. Ya zolağın sol tərəfində maşının təkəri ilə deyək də, maşının solunda ya maşının sağında ki, maşın keçə bilsin. İki məsələ burada nə çıxardırıq? Biri düz deyirsən, zolağa üzrə hərəkətinsən, harda durmalısan? İkinci məsələ güzgüdən baxıb arxanı görmək. Çünki yəni bu qardaş fikirli idi.
Bu dəqiqə kimə baxsan əlində telefon reels fırladır, kimlənsə yazışır. Yəni sürücülərin telefon əlindən düşmür də. Yəni valla şəhərdə arxadan vuranların çoxsuna baxsan heç əlində telefon yazışa getdi burada. O yaxşıdır. Ona görə maşını deyirsən, hə. Moto sürənlər moto sürənlər qardaş, andolala gedir. Bir əlində siqet, kaska burada. Kaska belə qaqaş reels fırladır. Qaqaş reels fırladır. Gözümlə gördüyüm mən də görmüşəm, Allaha ağıl deyir. Gözümlə gördüyüm deyirəm. İnciməsinlər buradan dostlar. Yəni vallah billah deyirəm, o qədər nəyə arxayınsız, mən o sizdəki rahatçılıqdan istəyirəm. Yəni siz nə düşünürsüz də? Biri mənə desin ki, bax yazsın bu videonun altına ki, qardaşım, hə, bax bu beləncəsinə nəyə arxayınsan sən? Bu yox. Siqaret burada. Ya sən nəyinə tutursan bu sükanı? Ha, bildiyimi onu mən də eləyə bilərəm, qardaş. Mən bunu elə sürə bilərəm. Özə bilsən nə? Ay sağ ol. Çəkdi, kask yarımcıq fırlatdı. Yəni hara baxırsan sən? Yəni dəfələrlə şahid olmuşam ki, andolala patpresi yapışdırıb maşının içində xanımdır. Allah gözümlə görürəm ki, reelsa baxır. Orada şey eləyir. Hansısa blogerdə bu gün sizlərə nəyinsə unboxing eləyəcəm. Yox, mən izləmirəm. Mən çox az bir adam izləyir. Sən ehtimal elədin ki, soldan gələ bilər deyə gördün verdin də sənə. Yox, mən onun sürətini görmüşdüm, ehtimal eləməm. Gördüm bu nəsə saxlamaq fikri yoxdur. Ona görə deyirəm də güzgü mənim köməyimə çatdı. Mən gördüm bunu saxlamaq fikri yoxdur. Avariya ilə vurdum, çəkdim. Sağ palasaya da çəkmədim. Zolağın üstünə çəkdim ki, ola bilər ki, sağdan da bir başqa maşın mənim kör nöqtəmə düşüb keçə bilər. Gəldiyi sürətlə də getdi. Bir də sual verim. Sən orada qırmızıdan nə keçib onun qabağında? Mən elə bildim orada nəsə baş verir, qapını açır, nəsə deyir. Dedim yəqin nəsə narahatçılıq var, nəsə köməyim dəyə bilər. Sürdüm yanına. Cərimə gəlmədi? Yox, cərimə gəlmədi şükür Allaha. Amma ki elə bildim yaşıldır, baxıram yox qırmızı. Yox, qırmızıdır. Mən özümü çatdırmaq istəyirəm ki, görüm nəsə birdən təcili şey varsa köməyimiz dəysin. O cəhətdən onun yanına sürdüm. İmeni bu situasiyaya yaxın bir dənə də mövzu var. Talih, mənim başıma gəlmişdi, məni vurdular. Nədir məsələ? Qırmızı işıqda maşınlar dayanıb. İşıqfor sağ tərəfdə yuxarıdadır. Mən də gəldim motosiklla. Verdim birinci palasada maşın qabağına. Qardaş da neyniyib? Köklənib sağda işıqfora. Səni görməyib. Məni görməyib. Yaşıl yanan kimi qazı bastı, məni vurdu. Orada qardaş biraz pis oldu, düzdür, şükür salamatçılıq oldu. Özü də bilsən neynədir? Vurdu, atdı soldakı maşının üstünə, mən gelib soldakı maşının altında qalmışdım da. Yəni, onu da animasiya kimi çalışacağım, göstərim ki, neynəməyim. Hə, fokuslanıb sağdakı işıqfora görməyib. Orada öcü qardaş şeylədir ki, üzürü say falan bilən. Dedim ki, səhv məndədir. Sən təbii olaraq fokuslanmışsan sağda işıqfora. Mən də gəlmişəm, vermişəm. Sən gözləmirsən ki, arada mən gəlib sən qabağıma keçərəm. Ondan sonra, o təcrübəmdən sonra mən heç vaxt birinci maşın qabağına atmıram. Gəldim, bacardığım qədər kiməsə maneçilik yaratmadan, deyək ki, keçə biləcəyim yer varsa keçdim. Artıq birinci maşınlara şərait yaradıram ki, onlar keçsin, mən də öz zolağımı tutum. Yəni, bu mövzularda da diqqətli olun ki, yəni, ola bilər ki, insan qabağına baxmasın, məndə kimi fokuslansın işıqfora. Bizim mövzumuz bu qədər idi. İnşallah ki, bu mövzuda indi mənə baxış sayı fərqi yoxdur. 5 baxış gəlsin, bəli. Amma bilim ki, bu insanın önəmli videodur. Bu önəmli videodur. 5 nəfərin işinə yarayacaq. Bəli. Daha çox faydalı məlumatlar üçün, maraqlı məlumatlar üçün kanalı izləyib abunə ola bilərsiniz. Olmasaz da canınız olsun. Nə demişdim? Subscription. Subscription. Arada dıngəliyim. Dıngəliyim getsin.